Rumıniya prezidenti Nikuşordan bildirib ki, Rumuniyaya məxsus F-16 qırıcı təyyarəsi ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatını məhv edib. Onun sözlərinə görə hadisə yaşayış olmayan ərazidə baş verdiyindən pilot mülki əhali üçün təhlükə yaratmadan atəş aça bilir. Hazırda mütəxəssislər pilotsuz uçuş aparatının qalıqlarının düşdüyü ərazini araşdırır və hadisənin bütün təfərrüatlarını müəyyənləşdirirlər. Böyük ehtimalla söhbət Rusiya pilotsuz uçuş aparatından gedir. Rusiya Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Odessa vilayətinə qarşı həyata keçirilən kütləvi hücum zamanı NATO ərazisinə daxil olmuş ola bilər. Ukraynanın Odessa vilayəti ilə həmsərhəd olan Rumıniya daha əvvəldə Rusiya tərəfindən Ukrayna hədəflərinə edilən hücumlar zamanı pilotsuz uçuş aparatlarının öz ərazisinə daxil olması hallarına qeydə alıb. Rumıniyanın hava hücumundan müdafiə qüvvələri əvvəlki hallarda bu hədəfləri vurmağa müvəffəq olmamışdı. Bu hadisə ABŞ və onun NATO üzrə müttəfiqləri üçün birbaşa əhəmiyyət daşıyır. Alyansın şərq cinahında hava məkanının dəfələrlə pozulması Rusiyanın Ukraynaya qarşı müharibəsinin NATO sərhədlərini aşması ilə bağlı narahatlıqları artırıb. Ukrayna ilə sərhədi olan Rumıniya 2022-ci ildə Rusiyanın geniş miqyaslı işğalına başlamasından bəri onlarla pilotsuz uçuş aparatının ölkə ərazisinə daxil olması və ya onların qalıqlarının düşməsi hallarını qeydə alıb. Rumıniyanın Xarici İşlər Naziri Oana Tsoyu bildirib ki, pilotsuz uçuş aparatının vurulması Buzio rayonunun yaşayış olmayan ərazisində baş verib. Bizim sərhədlərimiz və suverenliyimiz müzakirə mövzusu deyil. Ordumuz və NATO-nun hava patrulu quru sərhədini, Dunay çayını və Qara dənizi izləməyə davam edəcək, çünki hərbçilərimiz mütəmadi olaraq riskləri müəyyən edirlər deyə Tsoyu bildirib. Nazir əlavə edib ki, zərbə sahəsi və pilotsuz uçuş aparatının qalıqları hazırda araşdırılır. Lakin müşahidə olunan xüsusiyyətlər Rumıniya sərhədi yaxınlığında Ukraynanın mülki infrastrukturuna qarşı həyata keçirilən çoxsaylı qanunsuz hücumlar zamanı təsdiqlənmiş əvvəlki Rusiya pilotsuz uçuş aparatlarının uçuşlarına uyğundur. Tsoyu qeyd edib ki, Rumıniya və NATO müttəfiq ərazilərin müdafiəsini davam etdirəcək. NATO işləyir və biz Haqa və Ankara sammitlərində hava hücumundan müdafiə və büdcə ayırmaları ilə bağlı qəbul edilən qərarlar sayəsində daha da güclənməyi planlaşdırırıq. Təhlükəsizliyin artırılmasına aparan yol Rumıniya sərhədində sülhə aparan yoldur. Biz vətəndaşlarımızı müdafiə edəcəyik və Rumıniya ilə müttəfiq ərazilərin qorunmasına sərmayə yatırmağa davam edəcəyik deyə o bildirib. NATO-nun hava patrulu missiyası çərçivəsində Rumuniyada yerləşdirilmiş 2 İtaliya istehsalı Eurofighter Typhoon qırıcısı 2 Rumıniya F-16 təyyarəsinə qoşulub. F-16 təyyarələrindən biri hava tipli raketlə hədəfi vuraraq Badina kəndi yaxınlığında yaşayış olmayan əraziyə düşməsinə səbəb olub. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Avropa İttifaqı və NATO üzvü olan Ukrayna ilə sərhədi bölüşən Rumıniya müharibə başlayandan bəri onlarla pilotsuz uçuş aparatının hava məkanını pozması faktını qeydə alıb. Bu hadisə isə ilk uğurlu məhv etmə əməliyyatı olub. Rusiya hücum pilotsuz uçuş aparatları əvvəllərdə Rumıniyanın hava məkanını dəfələrlə pozub. Məsələn, 2026-cı il 29 maya keçən gecə Rusiya pilotsuz uçuş aparatı Rumıniyanın hava məkanına daxil olaraq Qalat şəhərində yaşayış binasının damına düşmüşdü. Binanın 10-cu mərtəbəsində yanğın baş vermiş, 2 nəfər yaralanmışdı. Rusiya həmin vaxt pilotsuz uçuş aparatının marşrutdan yayınaraq Rumıniya hava məkanına daxil olduğunu bildirmişdi. NATO və Avropa İttifaqı rəsmiləri hadisəni pisləmiş, Avropa Komissiyası isə bunun Rusiyanın müharibəsinin daha bir qırmızı xətti keçdiyini göstərdiyini bəyan etmişdi.